Salam hər kəsə, kanalıma xoş gəlmisiniz. Bura Tarot kanalıdır. Burada hər zaman pozitiv enerjilər, yaxud da xoş xəbərlər sizə vermirik. Çünki bura yalnızca gerçəklərin açıldığı bir kanaldır. Xüsusilə də əgər mən baxıramsa, mən nə görürəmsə kartda onu deyirəm. Bəzi mən hansı ki tanıdıqlarım var arasında YouTube'da. Sırf klient qaçırmamaq üçün, klient yığmaq üçün kartın üstünü örtür, kartdan pis şey görürsə onu demir. Sadəcə baxdığı, o bilir ki, kimlər baxır ona, həmin insanların da yəni biraz danışığı var, həyatını bilir. Onların həyatlarına uyğun videolar çəkir ki, onların sırf qulaqları xoş söz eşitsin, könülləri xoş olsun. Bunu həmişə baxdırsınlar, ya şəxsidə, ya da YouTube'unda həmişə baxsınlar. Yalan, yanlış, xoş sözlər kartın da üstünü örtür. Çünki başı çıxan adam tarotdan bilir, baxıb biləcəkdir ki, bu orada nə görür, nə deyir. Yəni ona görə də mən burada bəzən negativ xəbərlər verirəm, ola bilsin. Kartdan çünki nə görürəm onu deməliyəm. Nə baxdığım, mənim videoma baxan insanlar, nə də özümün karmama girənmərəm. Yəni səhv hərəkət edə bilmərəm. Ona görə də burada bəzən pis xəbərlər deyirəm. Bu ola bilsin ki, sizin xoşunuza gəlmir. Ancaq mən inanıram ki, kim ki tarot səhifələri, tarot kanalları, videoları izləyir, tarotla maraqlanırsa, o insanlar hansı ki gerçəkləri öyrənmək istəyən insanlardır. Yəni sırf həyatı ilə bağlı xoş sözlər eşidib özünü avutmaq istəyən insanlar deyil. Zaten əgər eləsinizsə, onda motivasiya kanallarına gedin. Yəni tarot kanalında onda sizin nə işiniz var, düzdürmü? Yəni buna görə də ola bilər ki, mən ümumi açılım elədiyim zaman nəyin çıxacağını mən də bilmirəm. Video kimin qarşına çıxacaqsa ona niyyət eləyirəm və həmin adamların da həyatında nə olma ehtimalı varsa tarot ehtimalları deyir. Yəni mən də onları deyirəm. Buna görə də nəsə bir negativ bir şey çıxanda, yəni nə üzülməyin, nə də ki, yəni baxan adamdan, bu mən sırf özümə görə də demirəm. Yəni düzgün baxan bütün işini layiqincə yerinə getirən bütün taroloqlar adına deyirəm bunu. Yəni həmin kanaldan soyuyub, yəni uzağa getməyin. Necə deyərlər, yəni deyir, güldürən müəllim yox, yəni ağladan müəllim yaxşıdır indi. Nə qədər düzgün misaldır bu bilmirəm. Yəni həqiqətən də elədir. Sırf siz kanalı tərk edib getməyəsiniz deyə yalandan sizə ay yaxşı olacaq, belə olacaq, elə olacaq, səndən ötəri ölür. Da indi misal üçün məsəl çəkirəm. Geri qayıdacaq, sırf yəni qulağı xoş sözlər eşitsin, həmişə kanalına baxsın deyə. Yəni o adamlardan deyiləm mən. Mən gerçəkləri deyirəm burada. Bura tarot səhifəsi isə nə görürəm onu deyirəm.